Bu sualda isə uşaqlar AB-ni bizə 120 metr, AC-ni 90 metr və BC tərəfini isə 150 metr verib. Və uşaqlar, burada məsələn AC tərəfi DF tərəfinə paraleldir və DF-i bizə 30 verib. 30 metr. Uşaqlar 3 dəfə kiçik olduğundan digər tərəflər də 3 dəfə kiçik olmalıdır. Yəni 120-dirsə bura 40 metr, 150-dirsə bundan 3 dəfə kiçik, burada 50 metrdir. İndi gəlin görək neçə dənə ağac əkmək olar. AB tərəfindən başlayıram uşaqlar. Baxın 120 metrlik bir məsafədə iki ağac arasında məsafə 5 metr olarsa əgər, gəlin görək biz bu məsafələri tapaq. Görək məsafələr neçə dənədir. Yəni 120-nin içində 5-lik məsafələri axtaraq. Bizə verir bu 24. Məsafə 24 olan uşaqlar 25 dənə ağac olur. 25 ağac. Yəni məsələn biz 2 ağac əkiriksə 1 dənə 5 metrlik. 3 dənə ağac əkiriksə, baxın 3 dənə tutaq ki ağac əkirəm. Burada 2 dənə 5 metrlik məsafə olacaq. Yəni bir vahid həmişə böyük olur. Yəni ağacın sayı. Məsafə 2 dənədirsə 3 dənə ağac. 24 dənə məsafədirsə 25 dənə ağac. Sonra 90 metrlik olan məsafədə 18 olacaq da, yəni 18 dənə ara məsafələri belə deyək. Burada da 19 ağac. Bir dənə uşaqlar, burada A-nı 2 dəfə götürməyək də, yəni məsələn AB-dən mən A-nı da götürürəm, B-ni də götürürəm. Artıq burada B-ni götürməyəcəm, burada A-nı götürməyəcəm. Ona görə bu 19 ağac yox, bir çıxıram 18 ağac verəcək mənə. Sonra aşağıdakı 150 metrlik olan məsafədə 30 dənə məsafə tapıram uşaqlar. Orada 31 ağac olacaq. 31 ağac. Lakin baxın B-ni də çıxmışam və AC tərəfində C-ni də sayıram da bu 90 metrin içində. Ona görə bundan 2-ni, yəni B-ni də C-ni də çıxıram. 2 dənə ağacı çıxıram. Burada 29 ağac alındı. İndi gəlin içəridəki üçbucağa baxaq. Orada görək neçə dənə ağac olur. Bu böyükdədir. İndi keçək kiçiyə. Uşaqlar 40-ı axtaraq. 40-ı bölək 5-ə. 8 məsafə, yəni 9 ağac. Yenə həmişəki kimi D-ni də çıxıram, E-ni də çıxıram. Sonra 30-u bölürük 5-ə. 6, yəni 7 ağac. 7 ağacdan birini çıxıram da uşaqlar. Baxın bu D təpəsini çıxıram. F-i də burada saydıq. Birini çıxırıq 6 ağac. Və son olaraq 50-ni bölürük 5-ə. 10 məsafə, yəni 11 ağac. 11 ağacdan ikisini də çıxıram da uşaqlar. Eyni də F-dır. Yəni 9 ağac. Gəlin ən sonda toplayaq. Baxın, böyükdə 25 ağac, 18 ağac, 29 ağac. Kiçikdə 9 ağac, 6 ağac, 9 ağac. Toplayaq. 25, 18, 29. Bu bizə verir 72 ağac. Kiçikdə də 9, 6, 9. Uşaqlar bu bizə nə verir? 24 ağac. Toplamı isə 96 ağac verəcək.